Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Növbəti gündəlik sınaqlarımızdan 3-ün izahını təqdim edirəm. Sınaqların izahına keçməzdən əvvəl deməli bu sınağımız metakognitiv bacarıqlarla əlaqədardır. Qısa dərslə bağlı xatırlatma verim ki, testin belə deyək də həll eləyərkən, izahını dinləyərkən sizin üçün rahat olsun. Metakognitiv bacarıqlar nədir müəllimlər? Özü haqqında öyrənmə prosesini bilmək deməkdir. Həm öyrənmə prosesini bilmək və onu idarə etməkdir. Yəni sadə dildə desək, mən nəyi necə öyrənirəm sualına sanki cavab axtarırıq. Metakognitiv bacarıqlar, kognitiv bacarıqlar 3 istiqamətdə formalaşır müəllimlər. Deməli, özünü tənzimləmə, buna planlaşdırma da deyə bilərik. Özünü monitorinq, yəni izləmə də deyə bilərik. Özünü qiymətləndirmə, yəni qiymətləndirmə də deyə bilərik. Bu üçü bir-birindən əlaqəli olan, sıx əlaqəli olan, amma tamamilə fərqli anlayışları əhatə eləyir. Qısa məlumat verim ki, testdə sizə rahat olsun. Özünü tənzimləmə, planlaşdırma nədir müəllimlər? Yəni öz öyrənməsinə sərbəst rəhbərlik etmə bacarığı deməkdir. Bunun əsas komponentləri nədir? Bax, özünü tənzimləmənin əsas komponentləri. İstəsəz özünüzdə qeyd edə bilərsiniz. Birinci məqsədi müəyyən edirik. Məqsəd olmasa biz heç bir uğura çata bilmərik. Məqsədimizi müəyyən edirik. Burada diqqət edirik nəyə? Məqsəd əlçatan olmalıdır. Ölçülə bilən olmalıdır. İkinci əsas komponent ardıcıllıq burada önəmlidir. Diqqət edin, planlaşdırmadır. Yəni məqsədimizi müəyyən edirik. Məqsədimiz nədir? Mən bu tapşırığı mükəmməl şəkildə öyrənəcəm və bunun üçün plan qururam, bir strategiya müəyyən edirəm. Bu tapşırığı necə öyrənəcəm? Üçüncü addım emosional tənzimlənmədir əsas komponentdə. Nədir müəllimlər, bu nə deməkdir? Öz emosiyalarımızı, hisslərimizi idarə etməkdir. Məsələn, biz bəzən çətin tapşırıqlarla qarşılaşırıq. Bəzən görürsən ki, bax, kurikuma hazırlaşanda, ixtisasa hazırlaşanda çətin dərs olanda bezirik, deyirik, heç oxumuram, hazırlaşmayacağam. Bax, belə bir anda biz emosiyalarımızı idarə etməliyik, məqsədimizə, planımıza sadiq olmalıyıq. Yəni, panik eləməməliyik, səbirlə davranmalıyıq. Bu üçüncü əsas komponent. Dördüncü nədir müəllimlər? Uyğunlaşma. Yəni, nə deməkdir? Lazım gələrsə, strategiyamızı dəyişməliyik. Məsələn, mən qarşıma nə qoydum? Məqsəd. Nə idi məqsədim? Mükəmməl şəkildə öyrənmə. Plan strategiyasına plan qururam. Yəni, strategiyamı müəyyən edirəm. Çətinliklə qarşılaşanda səbirlə davranıram. Əgər o strategiya seçdiyim plan mənə uyğun deyilsə, strategiya uyğun deyilsə, lazım gələrsə dəyişiklik eləyəcəm. Bax, bu 4 əsas komponent özünü tənzimləmə, yəni planlaşdırmanın əsas xüsusiyyətlərindən biridir. İkinci nə idi? Özünü monitorinq, digər adından izləmə. Yəni, sadə dildə desək, mən nə edirəm, necə edirəm, nəticəm necədir kimi suallara cavab axtaracağıq. Özünü monitorinq nədir müəllimlər? Özünü monitorinq bərabərdir. İzləyirəm, məlumat toplayıram. Vəssalam, bax, burada hələ heç bir dəyişiklik eləmirəm. Diqqət eləyin, özünü tənzimləmədə dəyişiklik elədim. Amma özünü monitorinqdə sadəcə özüm haqqında məlumat toplayıram, heç bir dəyişiklik etməyəcəm. Əsas komponentləri nədir? Müşahidə etmək. Yəni, mən özümü, öz etdiklərimi diqqətlə baxıram, öz işimə diqqət yetirirəm, nə etdiyimi və necə etdiyimi müşahidə edirəm. İkinci, agah olmaqdır. Yəni, mən nəyi bilirəm, nəyi bilmirəm. Bunun fərqindəyəm. Üçüncü, rəy. Yəni, gördüyüm işlə bağlı özümə də rəy verə bilərəm. Hətta müəllimimdən, dostlarımdan, ətrafımdakılardan gördüyüm iş ilə bağlı sorğu da keçirə bilərəm ki, mən bunu düzmü edirəm? Məsələn, oyun oynadım. Oyun zamanı topla rəftarım necə idi? Ətrafdan rəy toplayıram. Deməli, əsas komponent 3 oldu. Müşahidə, agah olmaq, rəy. Bu 3 əsas xüsusiyyətlərdir. Bunları niyə deyirəm müəllimlər? Ki, testdə rahat cavab tapasınız. Və özünü qiymətləndirmə. Özünü qiymətləndirmə ilə qiymətləndirmədir. Sadə dillə bunu nədir? Bu iş yaxşı oldu mu? Hədəfimə çata bildimmi? Mən daha yaxşı nələr edə bilərdim? Deməli, qiymətləndirmə nə zaman olur? İş bitəndən sonra, prosesin sonunda baş verir. Bunun da 2 əsas komponenti var. Qiymətləndirmə və refleksiya. Qiymətləndirmə nədir? Məsələn, mən öz işimi qiymətləndirirəm. Bugünkü dərsə cavab verməyimi özüm qiymətləndirirəm. Mən bugün dərsə necə cavab verdim? 10 ballıq şkala ilə desəm, deyək ki, 8 bal. Qiymətləndirdim. Hə, indi deyirəm ki, bəs mən harada səhv elədim?
Bu nədir? Refleksiya. Refleksiya da nədir? Görülən işin təhlili deməkdir. Deməli, özünü qiymətləndirməndə 2 komponenti oldu. Qiymətləndirmə, refleksiya. Bir ipucu da verəcəm sizə müəllimlər. Özünü tənzimlənmə, yəni planlaşdırma, deməli, mütəmadi olaraq baş verir. Yəni, prosesin əvvəlində də ola bilər, prosesin gedişində də ola bilər, prosesin sonunda da ola bilər. Yəni, özünün monitorinq isə yalnız iş görən zaman, proses zamanı baş verir. Özünü qiymətləndirmə isə iş bitəndən sonra olacaqdır. Bax, bu dərslə bağlı, metakognitiv bacarıqlarla bağlı qısa, lakonik, ən açar ifadələrindən sizə ipucuları verdim. İndi gəlin müəllimlər testimizin izahına keçək. Görək testimizə nə deyir? Deyir ki, 8-ci sinif tarix dərsində şagird Səfəvi dövlətinin idarə etmə sistemi mövzusu üzrə təqdimat hazırlayır. Təqdimat zamanı o hansı məlumatları sürətlə və inamla izah etdiyini, hansı hissələrdə isə dayanıb fikirləşdiyini dəftərində qeyd edir. Lakin o dərhal heç bir düzəliş etmir. Sadəcə təqdimat prosesində öz çıxışını müşahidə edir, informasiya toplayır. Bu situasiya şagirdin hansı bacarığını göstərir. Biz bayaqları izahda dedik, harda dedik ki, sadəcə özü haqqında məlumat toplayır, informasiya toplayır. Amma heç bir cəhd eləmir, düzəliş eləmir və proses zamanı olur bu. Əlbəttə ki, doğru cavabımız olacaq özünə monitorinq. Doğru cavabımız C variantı. Bax, görürsünüz, heç bir iş görmür. Sadəcə özünün mənfi, müsbət, yəni harda yaxşı təqdimat elədi, harda pis elədi, bununla bağlı qeydlər götürüb, özü haqqında informasiya toplayır. Vəssalam, proses burada bitir. Bu olacaq C variantı. İkinciyə baxırıq. Şagird kvadrat tənliklərlə bağlı bir həll tapşırığı edir. İş bitdikdən sonra o özündən soruşur. Bax, diqqət edin. Özündən soruşur. Tənliyin həllinə doğru yanaşdımmı? Hansı mərhələdə səhvlərə yol verdim? Növbəti dəfə mövzuda necə daha yaxşı nəticə əldə edə bilərəm? Sonra isə nəticəni qiymətləndirir, 10 ballıq şkala ilə özünə qiymət verir. Bu nə olacaq müəllimlər? Deməli, bax, burada 3-cü sualdan da biz artıq bunu tapa bilərik. Deyir, növbəti dəfə mövzuda necə daha yaxşı nəticə əldə edə bilərəm? Yəni, artıq proseslər bitibdir. Proses bitibsə, deməli, nə olacaq? Proses bitəndən sonra nə edirdik biz? Qiymətləndirmə aparırdıq da, özünü qiymətləndirmə. Doğru cavabımız olacaq B variantı. Deməli, 3-cü sualımıza baxırıq. Kimya dərsində turşular və əsaslar mövzusunda laboratoriya işi keçirilir. Nə gözəl. Şagird eksperiment zamanı turşunun metal ilə reaksiyasında qazın ayrılmasını görür. Reaksiyaların sürətini fərqləndirir və bütün müşahidələrini cədvəlində qeyd edir. Bax, sadəcə qeyd aparır, müşahidə aparır. Lakin son nəticələri hələ təhlil eləmir. Şagirdin fəaliyyəti daha çox hansı mərhələni əks etdirir? Bax, diqqət eləyin, sadəcə müşahidə apardı, prosesinə bağlı qeydlərini apardı, amma bu öyrəndiklərinlə bağlı heç bir addım atmır, sadəcə prosesi izləyir. Nə olacaqdır? Və proses zamanı baş verir, diqqət eləyirsiniz bu. Bu olacaqdır, proses zamanı iş görülənlə baş verir üçün özünə monitorinq. Digər tərəfdən də növbəti ipucumuz nədir? Heç bir dəyişiklik eləmir. Sadəcə informasiya xarakterli məlumat toplayır özü üçün. Bu olacaq C variantı, özünə monitorinq. 4-cü sualımıza baxırıq müəllimlər. Şagird Azərbaycanın iqlim tipləri mövzusu üzrə xəritə üzərində iş aparır. Nə gözəl. İş zamanı o hansı bölgələrdən daha asan, deməli, hansı bölgələrin daha asan yaddaşında qaldığını, hansıların isə səhv etdiyini görür və dərs deməli, dəftərində səhv düşən əraziləri qeyd edir. Bax, deməli, xəritə üzərində bir iş gedir. İş zamanı o hansı bölgələri asan yolla yadda saxladığını, hansılarda isə səhv elədiyini görür və xüsusi dəftərində qeydlər aparır. Daha sonra həmin səhvlərin səbəbini, diqqət edin, araşdırır, əlavə mənbələrdən oxuyur və yadda saxlamaq üçün vizual metodlar seçir. Bax, diqqət edin, vizual metodlar seçir. Deməli, səhvlərini düzəltmək üçün
əvvəlki strategiyasını dəyişir. Biz harda dedik? Özünü tənzimləmə 4 komponenti var idi. Bu proses daha çox hansı bacarığın tətbiqinə uyğundur? Artıq cavabımız bizə bəllidir. D variantı özünü tənzimləmə. Niyə? Deməli şagird nə edir müəllimə? Məqsədi var. Nədir məqsəd? Xəritə üzərində Azərbaycan iqlim tipləri üzrə iş aparır. Və bunu mükəmməl aparmalıdır. İş zamanı nə edir? Baxır ki, müəyyən hissələri yadında saxlayıb, müəyyən hissələri unudubdur. Bax, o məqamları özündə qeydlər aparır və səhvlərini üzərinə qayıdır, düzəliş eləyir. Bax, belə deyək də, emosional sabitliyini qoruyur, səhvlərdən qaçmır, usanmır və səbirlə səhvlərini araşdırır, əlavə hətta mənbələrdən oxuyur, hətta diqqət edin, deyir, vizual metodlar seçir. Yəni, əvvəlki metoduna dəyişiklik eləyir. Bax, görürsünüz, hər birini xırda-xırda izahını verirəm ki, anlaya biləsiniz. Bu da olacaq özünü tənzimləmə. Yəni, birinci əsas dediyimiz o 4 komponent olan. Və müəllimlər, gəlirik, deməli, 6-cıya gəlin izah verəcəm. Ham neçəsini veribdir müəllimə? Hə, onu da deməli. 6-cını verirəm, 6-cının izahına baxaq, hara getdi? Hə, şagird Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda esse yazır. Nə gözəl. Yazı bitdikdən sonra, bax diqqət edin, yazı bitdikdən sonra o yazısını oxuyur və aşağıdakıları analiz edir. Tarixi faktları doğru göstəribmi? Məlumat mənbələri etibarlıdırmı? Düşüncələr ardıcıldırmı? Hansı cümlələri daha yaxşı ifadə etmək olardı? Bax, diqqət edin, burada ipucumuz nədir? Elə birinci cümlədə, yazı bitdikdən sonra, deməli, proses bitib, dərsin sonundadır. Sonsa nə olacaqdı avtomatik olaraq? Özünü qiymətləndirmə. Amma yenə davam eləyək testdə. Şagird nəticədə məlumatlarım düzgündür, amma argumentləri daha güclü yazmalıyam. Deməli, məlumatlar düzgündür, amma argumentlərim zəifdir. Bu qənaətə gəlir. Situasiya hansı prosesə daha aydın göstərilir? Əlbəttə ki, özünü qiymətləndirmə. Bax, heç bir düzəliş eləmirəm. Sadəcə öz fəaliyyətini qiymətləndirir. Bunun da ipucuları nədir? Proses bitdikdən sonra. Məsələn, burada deyir, hansı cümlələri daha yaxşı ifadə etmək olardı? Deməli, proses bitibdir. Doğru cavabımız C variantı özünü qiymətləndirmə.